Salam, hər kəs salamlayıram. Dim test toplusundan alqoritm bölməsinin 1-dən 50-yə kimi izahları paylaşılmışdı. Bugün isə 50-dən sonraki suallara baxacağıq. Gələk 51-ci sualımıza baxaq. Deməli, 51-ci sualımızda nə deyir bizə? Bir alqoritm icrası nəticəsində A və B dəyişənlərinin qiyməti 2 və 4 qiymətini almışdır. Yəni, müvafiq olaraq deyir 2, A dəyişəninin qiyməti 2, B dəyişəninin qiyməti isə 4 almışdır. Bunun üçün deyir, dəyişənlərin ala biləcəyi ən böyük ilkin natural qiymətin hasilini müəyyən edək. Deməli, biz alqoritm və proqramlaşdırma dilində tam bölmə üçün iki bölmədən istifadə edirik. Biri /1, digəri isə 2/dən istifadə edirik. Tək slash bizə həm tam hissəni, həm də qalığı göstərir. Məsələn, 15-i 2-yə bölsəm, burada tam hissə 7, qalıq isə 1. Yəni, həm qalığı, həm də tam hissəni ekrana çıxardır. Lakin 2 slash isə 15-i bölərəm 2-yə, burada tam hissə 7. Qalığı isə bizə yəni, ekrana çıxartmaz. Və bizim məsələdə də 2 slashdən istifadə olunur. Bizə yalnız tam hissə lazımdır, yəni burada. A ədədinin və B ədədinin daxil edilə biləcək elə bir ən böyük ədəd olmalıdır ki, biz onu 7-yə böləndə, yəni qalığın bir mənası yoxdur, da onsuz da burada. 7-yə böləndə 2 düşsün. Baxıram ki, 7-yə böləndə tam hissənin 2 düşməsi üçün, bax, 14, 15, 16, 17, ta ki 20-yə qədər, 21 özü, yəni 21-ə qədər də 21 özü daxil olmamaq şərti ilə 20-yə qədər 20-nin özü də daxil etsək və 7-yə bölən zaman tam hissə 2 düşər. Artıq 21 daxil etsə 21-də tam hissə 3 düşər. Deməli, bizim daxil edə biləcəyimiz ən böyük ədəd A üçün 20 olar ki, 20-ni bölərik biz. Deməli, 20-ni bölərik 7-yə, tam hissə 2 qalığını götürməz və tam hissə 2 olaraq qəbul edir burada son olaraq. Deməli, 20 üçün daxil edirəm, daha doğrusu A üçün daxil edirəm 20. B üçün isə, yəni B-yə daxil edə biləcəyimiz ədədlər isə, yəni 5-ə bölərkən, deməli, qalıq olsun, indi qalıq yox, yəni daha doğrusu tam ədəd 4 götürsün. Baxıram ki, bax, 20 4-ə böləndə 4 düşər, daha doğrusu 5-ə böləndə 4 düşər, 21-i, 22-ni və 24-ə qədər. 25-i artıq daxil etsəm, 25-i 5-ə bölərəm, mənə 5 qiymətini qaytarar. 4 artıq yox, 5 qiymətini qaytarar. Deməli, mən B üçün isə ən böyük daxil edə biləcəyim ədəd deməli, 24-dür. 24-dür. Bizə də deyir ki, bizə də deyir ki, A və B ədəd üçün daxil edə biləcək ən böyük ədədlərin hasilini. Bu da D variantıdır. 52-ci sualımızda nə deyir? İstifadəsi ilə deyir, kalkulyatordan 2 əmr yerinə yetirir. Birinci əmr 2 vahidi artırmaq, ikinci əmr isə 2-yə vurmaqla və 5 qiymətini verir girişə. Ardıcıl olaraq bu ədədləri, daha doğrusu bu əmrləri yerinə yetirməmizi istəyir. Deməli, ilk olaraq 5 qiyməti verir. Birinci əmri 2 vahid artırır. Yəni, ilk olaraq birinci əmri yerinə yetiririk. Daha sonra ardıcıl olaraq ikinci əmrləri yerinə yetiririk. 14, yenidən ikinci əmr, buradan da alıram 28. Daha sonra ardıcıl olaraq 2 vahid artırıram. 28-in üzərinə 2, 30, 30-un üzərinə 2, buradan da 32. Sonda isə ikinci əmri yerinə yetiririm. Yəni 2-yə vururum. Bu da edir 64. Deməli, 53-cü sualımıza baxaq.
Alqoritm girişə verilmiş en 3 rəqəmli ədədi üçün aşağıdakı hmm, addımları 3 rəqəmli ədəd üçün. Yəni alqoritm deyir 3 rəqəmli ədəd verir n üçün və aşağıdakı addımları yerinə yetirir. A, B, C 3 rəqəmli ədəd verir. İlkin ədədin birinci və ikinci, eləcə də ikinci və üçüncü rəqəmləri cəmlənir. Birinci və ikinci, daha sonra ikinci və üçüncü ədədlər cəmlənir, rəqəmləri cəmlənir. Alınan iki cəmi yanaşı olaraq artan sırayla yazır. Deməli, məsələn, deyir, ardıcıl olaraq, yəni girişə belə bir ədəd verir, 324. Daha sonra bunların hər birini ardıcıl olaraq birinci ilə ikincini cəmləyir. Daha sonra ikinci ilə üçüncünü cəmləyir. Buradan da olur 6 və deyir, artan sırayla. Yəni 5-6 olaraq yazırıq. Bu bir nümunə idi. Deməli, nümunəvi sual olaraq verdi bizə və deyir ki, nəticədə alınan ədəd 10 və 13. Bu, verdiyi nümunə sualdır. Bizə isə və sual olaraq həllini bizə göstərir ki, yəni bu cür həll olunmalıdır. Deyir ki, girişə bilmirik. 3 rəqəmli bir ədəd verir. A, B, C bilmirəm. Lakin deyir, sonda nəticə olaraq 10 və 13 görürsünüz ki, yəni artan sırayla bizə ekrana çıxardır. Deyir, n ədəd üçün ən böyük qiymətin rəqəmlərinin cəmini müəyyən edir. Elə bir 3 rəqəmini daxil etməliyəm ki, ədəd və ən böyük olmalıdır ki, mənə həm 10 ədədi, həm də 13 ədədini verə bilsin. Əgər ən böyük deyirsə, mən 9 rəqəmi ilə başlayaram, çünki məndən ən böyük ədədi soruşur. Və mən 9 ilə 4-ü cəmləyərəm, bu mənə 13 verir. Və 4 ilə də 6-nı cəmləyərəm, bu da mənə 10 verir. 9-un üzərinə 4 gələrəm, 13, 4-ün üzərinə də 6 gələrəm, bu da alaram 10. Və deyir, artan ardıcılıqla 10, 13. Bu formada ekrana çıxardır. Bizə isə deyir ki, rəqəmlərin cəmi, bu da verir 19. Deməli, əldə etmiş sualımıza baxaq. Deməli, x bərabərdir 5, y bərabərdir 10, y 10-dan kiçik bərabərdir. Deyirəm, hə. Və x də, deməli, 5 də y-dən kiçikdir. X-i bir vahid artırıram. X bərabərdir 6, y də bərabərdir 9 olur. Deməli, 10 böyükdür 9-dan deyirəm, hə, y böyük bərabərdir 6-dan, y-in qiyməti 9-dur. Deyirəm, hə, x bərabərdir. X plus 1, buradan alıram 7, buradan da minus 1, 8. X-in qiyməti 7, y-in qiyməti 8-dir. 10 böyük bərabərdir 8-dən deyirəm, hə. Və aşağı yenirəm. Deməli, y-in qiyməti 8-dir. 8 böyük bərabərdir x-dən, hə. X-in üzərinə 1 gəlirəm, 8, y-dən də 1 çıxıram, 7. Deməli, x bərabərdir 8, y də bərabərdir 7-yə. 10 y-dən böyükdür. Y isə x-dən böyük, yəni böyük olmadığı üçün yox qoluna gəlirəm. X-dən çıxıram 5-in. Buradan alıram 3, y-in üzərinə gəlirəm 5, burada alıram 12. Və dövrə yenidən qayıdıram. 10 böyükdür 12-dən yox deyirəm və x-in y-in qiymətini çap edirəm. Buradan da B variantı olmuş olur. Deməli, alqoritm fraqmentinin icrası nəticəsində də bizdə yenə x-in y-in qiymətini soruşur. Deməli, 30 böyükdür x-dən, x-in qiyməti 15, y-in qiyməti 35-dir. Burada hə qoluna gəlirəm və x 15, 35-dən böyük olmadığı üçün, yəni bu şərtdə deyir, 15 35-dən böyükdür, yox deyirəm. X bərabərdir, x-in qiyməti 15, burada 10 vahid artırıram. X-in qiyməti olur 25. Y də bərabərdir 35-dən çıxıram onun. Buradan da alıram 25. Deməli, yenidən dövrə qayıdıram. 30 böyükdür x-dən. X-in qiyməti 25-dir. Deyirəm, hə. X y-dən böyük bərabərdir. Hə qoluna gəlirəm. Və x bərabərdir x-dən. Yəni 25-dən çıxıram 5-in.
Buradan alıram 20. Y də bərabərdir. Y-in qiyməti 25 idi. 25-in üzərinə gəlirəm 5. Buradan da alıram 30. Deməli, 30. Və deyirəm 30, yenidən dövrə qayıdıram. 30 böyükdür Y, X-dən. Deyirəm, hə. X, Y-dən böyük bərabərdir. Yox, bununla gəlirəm. X bərabərdir. X-in son qiyməti 20 idi. 20-nin üzərinə gəlirəm 10. Buradan alıram 30. Deməli, Y-də 30 idi. 30-dan da çıxıram 10. Buna da alıram 20. Deməli, 30 30-dan böyükdür. Deyirəm, yox. X-in qiyməti, son qiyməti 30-dur. Yox qoluna gəlib və X-nə gedib ki, çap edirəm. X-in qiyməti 30, Y-in qiyməti isə 20-dir. Deməli, gəlir 56-cı sualımıza. Sizə deyir ki, istənilən n adları üçün blok sxeminin təyinatını müəyyən edək. Deməli, n ədəd üçün bir ədəd daxil edirəm. Dövrün adqet işləməsi üçün 3 daxil edirəm və A bərabərdir 1, B bərabərdir 1-ə. A-nın qiyməti 1-dir. 1 kiçik bərabərdir 3-dən. Deyirəm, hə. Və B bərabərdir. 1-i vururam 1-ə. Buradan alıram 1. 1. Deməli, hər dəfə A-nı bir vahidə artırıram və B-yə vururam. Deməli, bu faktorial hesablayır. A bərabərdir. A-nın qiyməti 1-dir. 1 plus 1. Buradan alıram 2. Və 2 kiçik bərabərdir 3-dən deyirəm, hə. B bərabərdir. B-nin qiyməti 1 faktorial vurulsun 2. Bu da 2 faktorial. A bərabərdir. A plus 1. A-nın qiyməti 2 idi. Üzərinə gəlirəm 1, alıram 3. 3 kiçik bərabərdir 3-dən deyirəm, hə. Və B bərabərdir 2 faktorial vurulsun 3-ə. Buradan da alıram 3 faktorial. Deməli, A bərabərdir 3 plus 1. A-ya da alıram 4 qiyməti. 4 kiçik bərabər 4-dən yox. Deməli, sonda B-ni çap edir. Və yenə vermişdim 3. B də çap elədi 3 faktorial sonda. O zaman deyərəm ki, mən deməli, n faktorialı çap edən proqramdır. Bu da A variantı. Deməli, 3 daxil etmişdim və 3-ə qədər, yəni B də 3 faktorialı çap etdiyi üçün deyərəm ki, n faktorialı çap edir. Deməli, 57-ci sualımıza baxaq. Deməli, işlənib bu sual. Deməli, S bərabərdir 0, K bərabərdir 1, I bərabərdir 1-ə. Və yenə bir ədəd daxil edirəm, 4 ədədi. Və burada müqayisə edirəm. I-nin qiyməti 1-dir. 1 kiçik bərabərdir 2n minus 1. 2n, yəni n-in qiyməti 4-dür. 8 minus 1, 7-dir. 7 böyük bərabərdir 1-dən deyirəm, hə. Deyir, S bərabərdir S. S-in qiyməti 0-dır. 0 plus K bölünsün I-yə. K-nın qiyməti 1-dir. 1 bölünsün 1-ə. 1 1-ə böləndə elə 1 edir və S də bərabərdir. Deməli, 1-ə. Buradan K əksinə çevrilir. Yəni, K müsbət 1 idi, indi olacaq mənfi 1. Hər dəfə K işarəsini dəyişir. Və I bərabərdir. I də hər dəfə 2 vahid artır. I bərabərdir. I 1 idi. Üzərinə gəlirəm 2, alıram 3. Deməli, 3 kiçik bərabərdir n-dən 7-dən. S bərabərdir. S-in qiyməti müsbət 1 idi. 1 və plus K bölünsün I-yə. K-nın qiyməti nədir? Mənfi 1. Mənfi 1-i bölürəm I-nin qiymətinə. I-nin qiyməti nədir? Müsbət 3. Deməli,
Çıxılsın, o zaman mənfi olduğuna görə 1 bölünsün 3-ə. K bərabərdir. Mənfi 1 idi, indi çevriləcək müsbət 1-ə. Və i bərabərdir. Deməli, i-nin son qiyməti 3 idi. 3-ün üzərinə 2 gəlirim, alıram 5. 5 kiçik bərabərdir 7-dən, deyirəm hə. Və s bərabərdir 1 minus 1 bölünsün 3. Sonra və qiyməti, yəni s-in sonuncu qiyməti buydu. Və k bölünsün yenidən i-nin qiymətini. K-nın qiyməti nədir? Müsbət 1. Müsbət 1 bölünsün 5. O zaman plus bölünsün 5. K da bərabərdir mənfi 1-ə. i də bərabərdir 5 plus 2. Buradan da alıram 7. 7 7-dən kiçik bərabərdir. Deyirəm hə. Və s sonuncu dəfə, çünki artıq i9 qiymətini alanda dövrdən çıxacaq. 1 minus 1 bölünsün 3 plus 1 bölünsün 5 və sonda i-nin qiyməti, yəni mənfi 1 bölünsün 7-yə. Mənfi 1 bölünsün 7-yə, k da bərabərdir müsbət 1-ə. i bərabərdir, i-nin qiyməti 7-dir. Plus 2 aldım 9. 9 9-dan kiçik bərabərdir, yox deyib dövrdən çıxıram. Deməli, burada deməli, k-nın i-yə hər dəfə bölünməsindən, yəni k hər dəfə deməli, öz işarəsini dəyişir. Müsbət 1, mənfi 1 olaraq işarəsini dəyişir. Baxıram ki, A bəndə ola bilməz. Çünki 1 plusdur başlanğıcı. B də ola bilməz. Burada 2-yə 4-ə bölür, amma tək ədədlərə bölür. Bizim proqramın təyinatı tək ədədlərə bölür. Deməli, burada bu da ola bilməz. Deməli, bu da mənfi ilə başlayır. Y variantı. Gərək 58 sualımızda. Deməli, A bərabərdir B plus 3. B bərabərdir A plus 8. Deməli, 16 plus B minus A. B bərabərdir B minus A. Deməli, əvvəlcə bunu iştirikləyək. Deməli, A1, B1, B2, A1, A2, deməli, B2, A1, B3, B2, A2 bərabərdir 39-a. Deməli, nəyə görə iştirakləyirik? Çünki hər dəfə A öz qiymətini dəyişir və yeni A yaranır burada. Deməli, birinci A, birinci B və A burada yeni qiymət mənimsənir. Yəni, özünə mənimsədir və artıq ikinci B yeni qiymət aldığına görə B öz qiymətini dəyişir. Burada da yenə A yeni qiymət mənimsədir. Amma buradakı A, buradakı A-dır. Yeni qiymət mənimsədir və deməli, öz qiymətini dəyişir. O zaman ikinci B. Burada artıq B başqa qiymət mənimsətdiyi üçün artıq B üçüncüdür. Deməli, B2 plus A2 bərabərdir 39-a. B2-nin qiyməti, deməli, A1 plus 8 plus A2 bərabərdir 39. Deməli, A1-in qiyməti B1 plus 3 plus 8 plus A2'nin qiyməti 16 plus B2 minus B çıxılsın 3 bərabərdir 39. Deməli, B1 plus 11 plus 16 minus, deməli, B2'nin qiyməti B1 plus 3 plus 8 minus 3 bərabərdir 39'a. Deməli, buradan dəqiqə buradan nə bitdi əskik? Bir baxaq. Deməli,
e, B1 plus 11 plus 16 plus B2'nin qiyməti, deməli B2'nin qiyməti A1. B1 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 plus 3 plus 8 çıxılsın B, çıxılsın 3 bərabər 39, bəli də düzdür. Buradan 3 gedir, buradan B gedir, buradan B gedir. Deməli B1 bərabərdir. Deməli 27 plus 8 8 bərabərdir 39'a. Buradan da B bərabərdir. Deməli 35, 39 bərabərdir 4'ə. Bizdən də B-nin qiymətini soruşduğuna görə B də bərabərdir 4'ə. D variantı. Deməli, baxaq 59-cu sualımıza. Deməli, sual işarəsinin yerinə sual işarə deməli, edilən ixtiyar edelim bir dəqiqə. Sual işarəsinin yerinə düzgün olub daxil. Bir dəqiqə. Deməli, sual işarəsinin yerinə yerini düzgün doldurmaqla daxil edilən ixtiyari ədədin ədəd ortasını tapan alqoritmin blok sxemini deyir tamamlayın. Qeyd deyir, qeyd edək ki, dövrdən çıxma şərti sıfırdır. Yəni, x bərabərdir sıfır olanda dövrdən çıxacaq. Əgər x bərabərdir sıfır olub dövrdən çıxırsa və hər dəfə biz yox qoluna gəliriksə, deməli bu şərt yerində, çünki həmin şərt blokunda x bərabərdir sıfır olmalıdır ki və x sıfıra bərabər olmasın deyə biz, yəni necə deyim, x nə zaman ki sıfıra bərabər olacaq, o zaman biz hər qoluna gəlib deməli ədəd ortanı çap eləyirik. Deməli mənim şərt blokumda, yəni burada x bərabərdir sıfır şərti olmalıdır. Olmalıdır ki, mən artıq x sıfıra bərabər olsun və mən hər qoluna gəlim. Və bu şərt blok, deməli, romb yerinə, yəni şərt sual işarəsi yerinə bu x bərabərdir sıfır şərtini yazmalıyım. Və x sıfıra bərabər olmadığı üçün mən yox qoluna gəlirəm və hər dəfə t-nin üzərində x-i gəlirəm. Və x-i ixtiyari bir ədəddir və hər dəfə də x-ə mən ixtiyari bir ədəd daxil edirəm. Ta ki x sıfıra bərabər olar və mən deyərəm x bərabərdir sıfıra, deyərəm hə deyər və dövrdən çıxarım. Bu zaman dövrdən çıxar, çünki deyir dövrdən çıxma şərti ədəd sıfır olarsa dövrdən çıxarım. Və t də bərabərdir, t-nin də qiyməti sıfırdır və hər dəfə də x-in ixtiyari qiymətini cəmləyir. X-in ixtiyari qiymətini cəmləyir və burada sual işarəsi yerində olan hər hansı bir dəyişəndirsə, S-dir, çünki S-i qeyd etmişik. Həmin S də hər dəfə x-in qiyməti cəmləndikcə S də neyinir? Sayır. Ədəd ortanı tapırıqsa biz ümumiyyətcə ədəd ortanı taparkən ədədlərin cəmini onun sayına bölməliyik. Və S plus 1 olmalıdır. Sonda da ədəd ortanı artıq yekunlaşdırdıqdan sonra, yəni x sıfıra bərabər olduqdan sonra t-ni bölərəm S-ə. Deməli, A bəndə ola bilməz, C bəndə ola bilməz. X bərabərdir 0. Deməli, yox, bu da deyil. Deməli, 59-cu sualımızda. Deməli, indi A dəyişənidir sonda. A-ya mənimsədir. Burada x bərabərdir. Deməli, x bərabərdir 0. Deməli, qələm götürüm. Deməli, çıxış edək A-nı. Burada A bərabərdir S bölünsün T-yə.
S bölünsün. Yox, S yoxdur burada. Çünki S cəmləyir. Daha doğrusu S burada sayır. Bu da değil. X bərabərdir 0 və S bərabərdir. S hər dəfə sayır və sonunda T-ni S-ə bölür. D variantı düzgün cavabımızdır. Deməli, gərək 60-cı sualımıza baxaq. Bizə deyir ki, alqoritmizasiya nəticəsində A və A dəyişəninin qiyməti, deməli, sonda A-nın qiyməti olur 3, B-nin də qiyməti bərabərdir 9-a. Burada A-nın qiymətinin 3 alması, daha doğrusu, bir dəqiqə A dəyişəni üçün, bir dəqiqə səhv yazdım. Yəni, A dəyişəni buradadır, yuxarıda. A dəyişəni alır 3. B dəyişəni sonda alır 9. Yəni, çünki sonuncu B-ni deyir. B-nin 9 almağı üçün, deməli, və A dəyişəni də 3-dür. A burada 3 alır. Deməli, A 3-dürsə, B də 6-ya bərabərdir. Bax, bu B 6-dır. B-nin 6 olması üçün A da bərabərdir 3-ə. Yəni, A bilir ki, burada qiyməti 3-dür. Mən B-ni 6 necə ala bilərəm? 3-ü vuraram 4-ə, alaram 12. 12-ni də bölərəm 2-yə, buradan da alaram 6. Deməli, B-nin qiyməti, buradakı B-nin qiyməti 4-dür. Və burada da 4 yazırıq. A-nın qiyməti 3 alıb. Deməli, buradan deməli, B-ni tapdıq. Bu B, bax, bu B-nin qiymətidir. Və A-la B-nin qiymətini soruşursa, B-nin qiyməti 4-dür. Deməli, A-nı bölüb 2-yə və 4 qiymətini çıxıb. Deməli, A bərabərdir. A-nı bölüb 2-yə, buradan da çıxıb 4-ü, alıb 3. Deməli, A neçəymiş ki, deməli, deməli, A 14 imiş ki, 14-ü bölüb 2-yə 7 alıb, 7-dən də çıxıb 4-ü buradan da alıb 3. Deməli, A-nın qiyməti 14, B-nin qiyməti isə 4-dür. Bu da, deməli, B variantı. 60-cı sualımızda B variantı. Gələk 61-ə. 61-ci sualımıza baxaq. Deməli, x1, x2, 1, deməli, 2, buradan 2, buradan 1, buradan da 2. Deməli, -2 vurulsun y1, çıxılsın x2 bərabərdir 20-yə. Y1-in qiyməti, deməli, -2 vurulsun y1-in qiyməti. Yəni, mənfi, deməli, x2. Mənfi x2-yə. Deməli, y1-in qiyməti. Və çıxılsın x2. Bu da bərabərdir 20-yə. Deməli, -2 vurulsun mənfi x2-nin qiyməti, yəni x minus 5 da çıxılsın x2 bərabərdir 20-yə. 2x plus 10 çıxılsın x2-nin qiyməti. Buradan da x çıxılsın 5 bərabərdir 20-yə. X plus, deməli, 5 bərabərdir 20, x də bərabərdir 15-ə. Bu da bərabərdir D variantı. Deməli, 62-ci sualımıza baxaq.
İlk alqoritm icrası nəticəsində software sözü neçə dəfə çap olunacaq? Bizdən çapın sayını soruşur. Deməli, n bərabərdir 2, n bərabərdir 2-yə, 10 2-dən böyükdür. Da, deyirəm, hə. Deyirəm, o zaman software sözü çap olunsun. Bir dəfə çap olunur. Və n bərabərdir, n-in qiyməti 2-dir. 2 plus 2 bərabərdir 4-ə. 4 kiçikdir 10-dan, deyirəm, hə. O zaman gəlir bir də görür, bir də software sözünü çap edir. N bərabərdir. N plus m-in qiyməti, yəni 2. Buradan alıram 6. 6 kiçikdir 10-dan. Buradan hə. Və yenidən gəlir, bir də görür software-i, yəni çap edir. N bərabərdir. 6 plus, deməli, m-in qiyməti 2. Bu da 8. Deməli, 8 kiçikdir 10-dan. Deyirəm, hə. Və bir də çap edir. Çünki hər dəfə şərt yoxlayır və hə dediksən çap edir. M bərabərdir 8 plus 2, buradan da alıram 10. 10 10-dan kiçikdir deyirəm, yox. Və gəlirəm bura. Digər, çünki qarşıma artıq bu şərt deməli, bitdikdən sonra mən gəlirəm bu şərtə də baxıram. Yox qolunda başqa bir şərt də var. Deməli, n-in qiyməti son 10-dur. 10 böyük bərabərdir 0-dan, deyirəm, hə. Burada da software sözünü görür və çap edir. Və n-dən də hər dəfə 3 vahid çıxır. Alıram 7. 7 kiçik bərabərdir 0-dan, deyirəm, hə. Gəlib bir də software sözünü çap edir. N bərabərdir, n-dən çıxıram 3-ün, alıram 4. 4 böyük bərabərdir 0-dan, deyirəm, hə. N bərabərdir, 4 çıxsın 3, alıram 1. 1 0-dan böyük bərabərdir, deyirəm, hə. Və n bərabərdir, 1-dən çıxıram 3-ün, alıram -2. Artıq -2 0-dan böyük bərabər olmadığı üçün son verir. Burada 4 dəfə çap elətdir, burada da 4 dəfə. Ümumi olaraq məndən soruşur ki, software sözünü neçə dəfə çap elədi? Deməli, 8 dəfə çap etmiş oldu. Deməli, B variantı, 62-də B variantı. 63-cü sualımıza baxaq. Gələk. Deməli, deyir ki, sual işarəsinin yerinə nə yazılmalıdır? Baxıram ki, burada yəni sual işarəsinin 3 xanada sual işarəsi var və hər birini, deməli, məndən yerinə yazıldığını soruşur. Baxıram ki, S burada hər dəfə 6-nı, 11-i, 16-nı cəmləyir. Və n bərabərdir 6, S bərabərdir 0-a, A da bərabərdir 5-ə. Baxıram ki, cəmləyən S-dir. S əvvəlcə 6-nı, 11-i və 16-nı cəmləyir. Yəni, ilk olaraq 6-nı cəmləyir. Deməli, mən və burada 206-nı da götürdüyünə görə biz sonda 206-nı da hesablayacağıq. Əvvəlcə bu şərt blokundan əvvəl bunları tapaq, daha sonra şərt blokuna qayıdarıq. Deməli, S bərabərdir, S-in üzərinə hər dəfə eyni gəlir. Çünki S-in qiyməti 0-dır və n-in qiyməti 6-dır. Çünki ilk olaraq burada 6-nı cəmləyir. Deməli, S plus n. Və baxıram ki, hər dəfədə deməli, 6-nı 5 vahid artırır. Yəni, əvvəlcə S 6-nı, daha sonra 11-i, daha sonra 16-nı cəmləyir. Hər dəfə 5 vahid, həmin dəyişən hər dəfə 5 vahid artır ki, yəni n dəyişəni 5 vahid artır ki, və üzərinə yenidən S-in üzərinə gəlir. Çünki 6, 11, 16 hər birinin arasında 5 vahid fərq var. Deməli, hər dəfə n-in üzərinə də mən A-nı gəlirim. A-nın da qiyməti 5-dir. N plus A. Və deməli, indi gələk, deməli, sonuncu şərtimiz nədən asılı olacaq? Yəni, kiçik bərabər yoxsa kiçik şərtindən.
Baxıram ki, burada deməli S plus N, bax, ümumiyyətcə B uyğun deyil. S plus N, N plus A. Deməli, S plus N, N plus A. Deməli, N kiçik 256-nı deyirəm. S plus N. Burada deməli, D ola bilməz. Y də ola bilməz. Qalıram A ilə C variantının arasında. Yəni, kiçik bərabər, yoxsa kiçik şərti ödəməlidir. Gəlirəm S bərabərdir isə sonuncu qiyməti verirəm. Yəni, tutaq ki, N bərabərdir hər dəfə N plus A şərtini, yəni hər dəfə N-in üzərinə A gəlirəm və S bərabərdir hər dəfə yenidən S-in üzərinə N-i gəlib cəmləyirəm. Və 206-dan əvvəlki ədədi gəlirəm. Məsələn, N bərabərdir, tutaq ki, N-imiz sonda alır, məsələn, alıram 16, deməli, N alır birinci, yəni N-in ilk qiyməti 6, daha sonra üzərinə 5 gəlirəm, çünki A-nın hər dəfə qiymətini gəlirəm, sonra 10, deməli, 5 vahid yenə gəlirəm, hər dəfə 5 gəlirəm. Və sonda N alır 201 ədədi. S ilə bərabərdir S plus S-in sonuncu qiyməti, yəni sonuncu dövrə girmək üçün mən sonuncu qiymətdən əvvəlki qiyməti götürürəm ki, görüm kiçik bərabər şərtinidir, yoxsa kiçik şərtini. Deməli, gəlirəm 201. 201 və hər dəfə də gəlirəm N-in sonda 201 şərtini alıb çünki. N 201 deməli, böyükdür, kiçikdir 206-dan deyirəm, hə. Yəni, hər şərtinə gəldiyim üçün 206-nın üzərinə yenidən A-nın qiymətini gəlirəm 500, yəni 5-i, buradan da alıram 206. Və S bərabərdir, S 201 idi, üzərinə gəldim 206. Əgər böyük bərabərdir şərtini buraya yazsaydım, yenidən gedib şərti yoxlayardım. 206 206-dan kiçik bərabərdir, hə deyərdim və üzərinə bir dəfə də 5 gələrdim. Bunun üzərinə də gələrdim 200, deməli 211-i. 211. Bizdə isə sonuncu 206 şərtidir. Yəni, S sonda 206-nı cəmləyir. Deməli, biz şərtə hansı ədədi yazmalıyıq? N kiçikdir 206-dan. Dediyim kimi, kiçik bərabərdir yazsaydım, o zaman gəlib 211-i də cəmləyərdi. Amma bizə sonuncu S-in qiyməti 206, yəni sonuncu olaraq 206-nı cəmləyir. Ona görə də bizim variantımız C variantı, düzgün variant. Deməli, en sonda alır, amma bizdə A variantı verir. Baxaq görək, harada səhv elədik. Deməli, S bərabərdir S N plus. Deməli, S plus N və deməli, N bərabərdir N plus A. Deməli, birinci S-i cəmləyir, sonra A-nı gəlir üzərinə. Tutaq ki, S bərabər S6 plus 11 plus 16, N sonda alır 201-i, 201 kiçikdir. Deməli, 201-dən, 201 kiçikdir 206-dan deyirəm, hə. Və gəlirəm, S bərabərdir 6 plus 11 plus 16 plus 201-i cəmlədi və N də bərabər, bəli. Birinci S-in qiyməti olduğuna görə, bəli. Deməli, 201 plus 5 bərabərdir 206. 206, 206-dan böyük bərabərdir, deyirəm, hə. O zaman böyük bərabərdir şərtini ödəməlidir ki, S bərabərdir 201 plus 206 da cəmləsin. Bu da A variantı.
Nəyə görə bu cür alındı? Çünki deməli, biz deməli, birinci S-in qiymətini, birinci S-i cəmləyir, sonra N-i artırır. Birinci S-i cəmləyir, sonra N-i artırır. Əgər N-i artırıb, yəni N-imiz tutaq ki, hər dəfə N-in qiyməti nə olur? 6, sonra 11 olur, N-in qiymətləri 11 olur, yəni bunlar olur. Sonra 16 olur və sonda N-in qiyməti 201 olsa, S də bərabərdir. 6 plus 11 plus 16 plus 201 olsa və N-i gedib, deməli, yenidən 201, 206-dan kiçik bərabərdir, kiçikdir deyərəm və həyə gələrəm. Burada da 5 vahidi artırıb 206 eləyərəm və üzərinə gələrəm 206-nı. 206-nı. Yox, hər iki şərtdə ödəyirmiş. Yəni, hər iki şərtdə ödəyir A bəndi. Deməli, A bəndi. Deməli, gələk 65-ci sualımıza baxaq. Deməli, bizdən nə soruşur? Deyir ki, alqoritm icrası zamanı K dəyişənin giriş qiyməti, yəni K bərabərdir 45 ədədidir. S bərabər 0, T bərabər 0 və M bərabərdir 0-a. N kiçikdir K-dan. K-nın qiyməti 45-dir. N kiçikdir, deməli, 45-dən deyirəm, hə. Və hə qoluna gəlirəm. N-in 3-ə bölünməsindən alınan tam hissə 0-dırsa və həm də N-in 5-ə bölünməsindən alınan qalıq 0-dırsa, həmin N-in qiymətini S-ə yəni S-ə mənimsədirik, cəmləyirik. S plus N. Nə vaxta qədər ki, həm 3-ə, həm 5-ə bölünəndə 0-a bərabərdə qalıq, o zaman biz həmin N-ləri cəmləyirik və cəmlədikdən sonra da həmin ədədləri sayırıq. Deməli, K-nın qiyməti 45-dir. Baxıram ki, 3-ə və 5-ə bölünənlər həm də 15-ə bölünəndir. Deməli, 3-ə və 5-ə bölünən, 15-ə bölünəndirsə, deməli, 15 həm 3-ə, həm də 5-ə bölünür. S bərabərdir 15 və bir də 30 həm 3-ə, həm də 15-ə bölünür. Çünki 3-ə və 5-ə bölünənlər həm də 15-ə bölünəndir. 15-ə bölünən hansıdır? Ədədlərdir. Deməli, 15 və 30. Deməli, 15 və 30. Və burada baxıram ki, K-nın qiyməti 45-dir. 45 özü də bölünür 15-ə. Amma burada en kiçikdir 45 şərtini ödədiyinə görə, yəni artıq ödəyərsə en kiçikdir K qiymətini. Yəni, məsələn, N-in qiyməti aldı 45. 45 45-dən kiçikdir deyərəm, yox. Burada artıq yox şərtini ödədiyinə görə mən 45-dən dövrə giriş eləyə bilmirəm. Ona görə də mənim N-im yalnız 15 və 30 qiymətini alır. Buradan da S-in qiymətini soruşursa, S-in qiyməti deməli 45, T-nin qiyməti isə 2-yə bərabərdir. Yəni 2 ədədi cəmləyir. Buradan alıram deməli 45 və 2, bu da A bəndi. Deməli 65-ci sualımıza baxaq. 65-ci sualımızda deməli dövrlərdir. Buradan dövrləri
buradan deməli, i-nin qiyməti, i qiyməti i bərabərdir 0, s də bərabərdir 0 və x qiymətini deməli, buradan i bərabərdir 0, s də bərabərdir 0-a. i-nin qiyməti 0, deməli, 0 kiçikdir 5-dən, deyirəm hə, s bərabərdir s-in qiyməti. Yəni 0 vuraram 0-a, alaram 0. i də bərabərdir 20 0 idi, bir vahid artırıram 1. S bərabərdir s-in qiyməti 0-dır. 0 plus x vurulsun x. X-i də vururam x-i, alıram x. Deməli, x-i vurdum x-i, aldım x. Və s-in qiyməti burada neçə idi? S bərabərdir i-nin qiyməti. Dəqiqə. Yəni, i bərabərdir 0. i-nin qiyməti 0-dır. Mən s-i aldım 2x. Və i-yə də aldım 1. 1 kiçikdir 5-dən deyirəm hə. Və s bərabərdir. S-in qiyməti x-dir. 2x vurulsun 1-ə. Buradan da alıram x. i bərabərdir. i-nin 1 üzərinə gəlirəm, alıram 2. S bərabərdir. S-in qiyməti x-dir. X plus x-in deməli kvadratı. X vurulsun x-in kvadratı. Buradan alıram. Bir dəqiqə. Deməli. Bir dəqiqə. Buradan aldım x-in kvadratı. S bərabərdir. S-in qiyməti nədir? Sonuncu qiymət. Bir dəqiqə. Burada. Bunu yenidən yazaq. Deməli. i bərabərdir 0. 0 kiçikdir 5-dən deyirəm hə. S bərabər. S-in qiyməti 0. 0 0-a vurdum 0. i bərabərdir 1. S bərabər. S yəni 0 üzərinə gəlsin. X vurulsun x. X-ə vursam x-in kvadratı. X-in kvadratı. Və x-in kvadratı ilə başladığına görə buradan bunları atıram. Deməli, yeni davam edək. i bərabərdir 1. 1 kiçikdir 5-dən deyirəm hə. S bərabər. S-in qiyməti nə idi? X-in kvadratı. X-in kvadratı vurulsun i-nin qiymətinə 1. Elə buradan aldım x-in kvadratı. i də bərabərdir 1 plus 1. Aldım 2. S bərabərdir x-in kvadratı plus x vurulsun x. X-in kvadratı. Buradan alıram. Nə deməli? X-in kvadratı plus x-in kvadratı ilə. Buradan alıram. Deməli. i bərabərdir 2. i-yə aldım 2. 2 kiçikdir. Deməli 5-dən deyirəm hə. S bərabər. S-in qiyməti x-in kvadratı plus x-in kvadratı vurulsun 2-yə. i də bərabərdir 3 olur. S bərabər. X-in kvadratı plus x-in kvadratı vurulsun 2. Üzərinə gəlsin yenə x-in kvadratı. Deməli, i-nin qiyməti deməli 3 oldu. i bərabərdir. 3 5-dən kiçik bərabər deyirəm. Əslində bu dövrü getməyin bir mənası yoxdur. Çünki buradan baxıram ki, x-in kvadratı plus x-in kvadratı vurulsun 2 təkcə A variantında uyğun gəlir. C variantında x-in kvadratı plus x üstündə 4. Yəni bu formada gedir. Amma yenə də gedə bilərik. Deməli 3 kiçikdir 5-dən deyirəm hə. S bərabərdir. X-in kvadratı plus x-in kvadratı vurulsun 2 plus x-in kvadratı. Buradan da vururam i-yə. i-nin qiyməti nədir? 3. Deməli, vurulsun 3-ə. i də bərabərdir 4 alır. S bərabərdir x-in kvadratı plus x-in kvadratı vurulsun 2 plus x-in kvadratı vurulsun 3.
Deməli, plus x-in kvadratı. Buradan deməli alıram i bərabərdir 4-də 4 kiçikdir 5-dən deyirəm hə s bərabərdir deməli s-in qiyməti nədir sonuncu qiyməti təkrar yazmayaq bunu yazıram. S-in sonuncu qiyməti deməli və sonda vurulsun deməli i-nin 4 qiymətini. Buradan da i-də alıram, i-yi alıram 5. Və i 5 aldıqdan sonra artıq dövrdən çıxmalıdır. S bərabərdir. X-in kvadratı plus x-in kvadratı vurulsun 2 plus x-in kvadratı vurulsun 3 plus x-in kvadratı deməli vurulsun 4 və plus yenə x-in kvadratı. Bu da aldıq A bəndi. Əslində bu qədər getməyə ehtiyac yox idi. Çünki o variant özü əvvəlcədən, yəni bir neçə gediş getdikdən sonra məlum olur. Deməli, 65-ci sualımıza baxdıq, 66-cı sualımıza baxaq. Deməli, 66-cı sualımıza. Alqoritm icrası nəticəsində x dəyişəninin 102 qiyməti alması üçün n dəyişənə daxil edə biləcək ən kiçik qiyməti müəyyən edək. Deməli, x sonda 102 qiymətini alır. Və n dəyişəni üçün deyir, daxil edəcək ən kiçik qiymət. Baxıram ki, x bərabərdir 6-ya, m də bərabərdir 26-ya. Və x-in qiyməti deməli 102-dir. Deməli 102-nin deməli və əvvəlcə mən dövr sayını tapmalıyam. Dövr sayı. Və dövrdən çıxma şərti. Dövrdən çıxma şərti. Çıxma şərti. Dövrdən nə zaman çıxar? Nə zaman ki m böyük bərabərdir 1982 olar, o zaman mən yox qoluna gələrəm və 102-ni çap eləyər. Deməli, hər dəfədə baxıram ki, x-in üzərinə, bax, x bərabərdir, 6-nın üzərinə gəlirəm, 8k-nı alıram 102. Çünki hər dəfə 8 gəlirəm. Burada mən, deməli, 8k bərabərdir 96-ya, k da bərabərdir 12-yə. K da bərabərdir 12-yə. Yəni, mən burada dövr sayını tapıram. Deməli, 12 dəfə mən dövr etmişəm və 12 dəfə dövr etdikdən sonra x-ə 102 qiymətini almışam. Və baxıram ki, hər dəfə m bərabərdir, m-in üzərinə bir n ədədi gəlirəm. M bərabərdir, m-in, yəni ilkin qiyməti 26-dır. 26-nın üzərinə 12 dəfə n ədədi gəlirəm. Deməli, və dövrdən çıxma şərtini, deməli, m böyük bərabərdir 1982 2-dən, yəni m nə zaman ki 1982-dən böyük bərabər olacaq, o zaman şərtdən, şərtimiz, yəni dövrdən çıxma şərtimiz bundan ibarətdir. Deməli, 1982-dən çıxaram, bölərəm 12-yə. Deməli, m bərabərdir 12k böyük bərabərdir 1956 m-də. Deməli, böyük bərabərdir 163-dən. Deməli, dövr sayımızı tapdıq ki, 12-dir. Və dövrdən çıxma şərtində
en böyük bərabərdir 1982 olarsa, mən dövrdən çıxaram, yox deyərəm və burada x-in 102 qiymətini çap edərəm. Baxıram ki, m-in üzərinə hər dəfə eni gəlir. Neçə dəfə gəlir? 12 dəfə. Hardan bildim? Çünki mənim dövr sayım 12-dir. 26-nın üzərinə, yəni m-in ilkin qiymətinin üzərinə gələrəm 12k-na və böyük bərabərdir şərtinə uyğun olaraq yazaram 1982-dən. 1982-dən ilkin qiyməti çıxarım. Yəni 26-nı çıxarım. 26-nı çıxaram, alaram 1956. Bunu da 12-yə bölərəm, alaram m böyük bərabərdir 163-dən. Yəni m böyük bərabərdir 163 şərtini ödəyir. Bərabər şərtin olduğuna görə 163 ədədini götürürük. Deməli, burada alıram nə? D variantı. 66-da D variantı. Və böyük əgər bizdən kiçik yox, yəni ən böyük soruşsaydı, çünki biz kiçiyə uyğun olaraq tapırıq. Çünki bizdən deyir ki, n ədədini daxil edilə biləcək ən kiçik qiymət. Ən kiçik qiyməti yox, ən böyük qiyməti soruşsaydı, o zaman mən tapdım ki, dövr 12-dir. Yəni 12 dəfə dövr eləmişəm. Və 12 dəfə dövr eləsəm, dövr eləyərək 102 qiymətini almışam. Əgər ən böyük qiymətini soruşsaydı, o zaman mən bir dövr əvvəli götürərdim. Bir dövr əvvəli götürdüyüm zaman şərtim artıq n böyük bərabərdir 1982 yox, n kiçikdir 1982 olmalıdır ki, bu dövrlə mən sonuncu dövrə, yəni 12-ci, bax bu 11-ci dövrdə olsun, mən 12-ci dövrə giriş eləyə bilim. Deməli, bu zaman mən yəni 11-ci dövrü tapıramsa əgər və n kiçikdir 1982, daha doğrusu m şərtinə uyğun olaraq o zaman yazaram m bərabərdir. M-in qiyməti 26 üzərinə gəlsin 11 n. Çünki 11-ci dövrü tapıram. Kiçikdir 1982-dən. Əgər dediyim kimi böyük şərtini tapıramsa, mən tapdığım 163 ədədi kiçik şərtini ödəyir. Deməli, yenidən 1982-dən çıxaram 26-nı, alaram 1900 n bərabərdir 12 n kiçikdir, deməli 1956-dan. Onu da bölürəm 11-ə, deməli, n kiçikdir 177-dən. Və burada təbii kəsr hissəsi düşür və n kiçikdir 177-dən, o zaman n bərabərdir 176-dan. 176 mənim üçün ən böyükdür. Ən böyükdür. Lakin bizdə ən kiçik soruşduğuna görə deməli, düzgün variantım D variantıdır. Ən böyük üçün də izah elədim ki, aydın olsun. Deməli, 66-cı sualımıza baxaq. Gedin sualımıza. Bizdə nə deyir? Deməli, deyir ki, alqoritmizasiya zamanı A dəyişəninə 9, deməli, A bərabərdir 9. B dəyişəni üçün isə 3 qiymətini çap etmişdir. Deməli, 3. Əgər deməli, B dəyişənimiz 3, A dəyişənimizin də son qiyməti 9-sa, deməli, burada deməli, bax, bu A-nın qiymətidir də, A bərabərdir 6-ya. Deməli, bu A 6-dır. Çünki B-nin deməli, bir dəqiqə, A dəyişəni üçün 9, bir dəqiqə. Yerlərini dəyişir salım. Deməli, A dəyişəni üçün 9. Düz yazmışam da 9. B dəyişəni üçün isə 3. Bəli, 3. Düzdür. Deməli, A-nın burada əgər qiyməti 9-sa, B-nin də qiyməti 3-dürsə, bu B, bu B-dir.
Deməli, burada B əgər 3-dürsə, A bərabərdir 6-ya. Bu A-da, bax, burada olan A-dır. Deməli, 6-ya bərabərdirsə, yəni burada 6 almışamsa əgər, deməli, B-nin də qiyməti 3-dür. 3-ü mən 4-ə vuraram, 12 eləyər. 12-ni də 2-yə bölsəm, buradan alaram 6. Deməli, bu B-nin qiyməti, deməli, 3-ü vuraram. Bir dəqiqə, deməli, B-nin qiyməti 3-dür. 3-ü vuraram 4-ə, 12 alaram. 12-ni də 2-yə bölərəm, 6 alaram. Deməli, B-nin qiyməti 3, A-nın qiyməti də burada 4-dür. Bax, bu A-nın qiyməti 4-dür. Onsuz da A-nın burada qiymətini verib, bizə B-nin qiyməti lazımdır. Burada olan A-nın qiyməti 4-dür. Deməli, A burada 14-dür. 14-ü bölərəm 2-yə. Çıxaram B-nin qiymətini. B-nin. Üzərinə gələrəm 5-i. Buradan da alaram 4-ü. Deməli, A-nı 14-ü 2-yə bölsəm 7. 7-dən B-ni çıxaram. Və üzərinə gələrəm, deməli, 5-i. Deməli, 7-dən B-ni çıxaram. Deməli, 7-dən mən 8-ini çıxsam, mənfi 1 alaram. Mənfi 1-in üzərinə 5 gəlsəm, alaram 4. Deməli, B-nin də qiyməti 8-dir. Buradan da mənə, deməli, cəmini soruşur. B ilə A-nın cəmini. B ilə A-nın cəmi, 14 ilə 8-in cəmi verir mənə 22. Deməli, 68-in misalımıza baxaq. 68-də nə deyir? Blok səsinin təyinatını müəyyən edək. Deməli, təyinatını. Deməli, təyinatını müəyyən edək. Buradan. Baxaq görək nə istəyir bizdən. Deməli, Y və N ədədi üçün, məsələn, Y-ə daxil edirəm 4. Tutaq ki, N-ə də daxil edirəm 6. Deyir, S bərabərdir N-ə, yəni 4-ə. K da bərabərdir 1-ə. Sonda bizə S-i. Bir dəqiqə. Deməli, burada. Bu da bərabər işarəsidir. Çünki burada düşməyib. Deməli, bu bərabər işarəsidir. Deməli, S-ə Y-in qiymətini mənimsədir. Deməli, K kiçikdir N-dən, K-nın qiyməti 1-dir. Deyir, hə. Y o zaman bir qiymət mənimsədir və hər dəfə Y-ə yeni qiymət mənimsədəcəyik. Deməli, K kiçikdir N-dən deyirəm, hə. K-nın qiyməti 1-dir. 1 N-dən kiçikdir deyirəm, hə. 1 6-dan kiçikdir deyirəm, hə. Və K-ya bir qiymət mənimsədirəm. Tutaq ki, 5-i mənimsədirəm. S Y-dən S-in qiyməti, deməli, 4-dür. Y-in də qiyməti 5-dir. Deyirəm, S 4 böyükdür 5-dən. Deyir, yox. Yox deyəndə o zaman K-nı bir vahid artırıram. K 1 idi, üzərinə gəlirəm 1. Bu dəfə daxil edirəm və hər dəfə dövrə giriş edirəm. Və K N-dən kiçikdir deyirəm, hə. K-nın qiyməti 2-dir. 2 N-dən kiçikdir deyirəm, hə. Bu zaman Y-ə daxil edirəm 8. Deyirəm S. S-in qiyməti nədir? Deməli, S-ə nə mənimsətmişdik biz? 4 qiyməti. Hə, 4 böyükdür. Deməli, Y-dən Y-in qiyməti 8. 4 8-dən böyükdür deyirəm. Yox. O zaman K-nı yenə bir vahid artırıram. K 2 idi, üzərinə gəldim, 1 aldım, 3. Deməli, və 3 kiçikdir 6-dan deyirəm, deməli, yox. Yox, nə idi? 3 kiçikdən, 3 6-dan kiçikdir deyirəm, hə. Y-ə mənimsədirəm bu dəfə 3-ü. Deməli, S böyükdür. S-in qiyməti
bizdə nə idi? Bizdə S-in qiyməti deməli 4. 4 böyükdür Y-dən, 3-dən. Deyirəm, hə. Deyir, o zaman S-ə mənimsət Y-in qiymətini. S bərabərdir. Y-in qiyməti nədir? 4. Burada aldı, deməli, S-in qiyməti aldı. Y-in qiyməti, daha doğrusu Y-in qiyməti deyirəm. S-in qiyməti mənimsədirəm. Deməli, S bərabərdir 3. Deməli, S-in qiyməti 3 oldu. Və K da bərabərdir. Alıram burada 4. 4 kiçikdir N-dən, yəni 6-dan deyirəm, hə. 4 N-dən kiçikdir deyirəm, hə. Deyir, onda Y-ə yenidən bir qiymət mənimsət. Bu dəfə Y-ə mənimsədirəm -2. -2. S-in qiyməti 3. Böyükdür Y-dən, yəni -2-dən. Deyir, hə. Deyir, o zaman S bərabərdir. Y-in qiyməti mənimsət, yəni -2. Buradan belə bir nəticəyə gəlirəm ki, bu blok sxem verilən ixtiyari n ədəd içərisində, deməli, ixtiyari ədəd içərisində ədədlərin ən kiçiyini çıxışa verir. Yəni, burada ixtiyari ədəd daxil edim, 5-i daxil etdim, 3-ü daxil etdim, 8 daxil etdim və -2-ni sonda daxil etdim. Yəni, ədədlər içərisində ən kiçik olan ədədi çap edir. Baxaq, deməli, n sayda ixtiyari ədəddən ən böyüyünü çıxışa verən, deməli, blok sxemdir. 68-də, deməli, n sayda ixtiyari ədədin ən böyüyünü çıxışa verir. N sayda ixtiyari ədədin ən böyüyünü çıxışa verir, yox. N-1 sayda ixtiyari ədədin yox. Y variantı n sayda ixtiyari ədədin ən kiçiyini çıxışa verən, deməli, blok sxemdir. 69-a baxaq. 69-da bizdən nə istəyir? Baxaq. Deməli, i bərabərdir 2, s bərabərdir 0 və f də bərabərdir 0. Deyir, i kiçikdir 17-dən. Nə qədər ki, i 17-dən kiçikdir, deməli, i-nin qiymətini f-ə cəmləyəcək. O zaman, deməli, f bərabərdir, f-in qiyməti 0 idi, üzərinə gəlirəm 2. i bərabərdir burada, i-nin qiyməti 2 idi, üzərinə 6 gəlirəm. Deməli, şunu alıram 8. Deməli, 8 kiçikdir deyirəm, hə, f bərabərdir, 2 plus i-nin qiyməti buradan alıram 10, i bərabərdir 8, üzərinə gəlirəm 6, buradan alıram 14. 14 kiçikdir 17-dən deyirəm, hə, f bərabərdir 10, üzərinə gəlirəm 14. Buradan aldıq 24, i də bərabərdir 14-ün üzərinə 6 gəlirəm, alıram 20. 20-17-dən kiçikdə deyirəm, yox. Artıq gəlirəm burada digər şərtə baxıram, f-in qiyməti 24-dür. 24 böyükdür 0-dan deyirəm, hə. D bərabər f-in, yəni 24-ün 6-ya bölünməsindən alınan qalıq. 24-ü bilirik ki, biz 6-ya böləndə qalığımız 0-dır. Deməli, 6-ya bölünməsindən alınan 0, düzdür. Deyir ki, burada digər şərtdə gəlir qarşımıza. Deyir, D bərabərdir. Daha doğrusu D-nin, yəni D-nin qiyməti nədir? 0. 0-ın 2-yə bölünməsindən alınan qalıq 1-dir. Deyirəm, yox, 0-ı biz 2-yə bölsək, alarıq 0. Yox şərtinə gəlirəm və buradan f bərabərdir 24-dür. Bölürəm 6-ya. Buradan da alıram 4. F-in qiyməti 4-dür. Yenidən dövrə gedirəm. 4 böyükdür. Deməli, 0-dan deyirəm, hə.
D bərabərdir F, yəni 4-ün 6-ya bölünməsindən alınan qalıq 4-dür. Yəni bilirik ki, kiçik ədədin böyük ədədə bölünməsindən alınan qalıq elə 4-dür. 4-ün içərisində 6 yerləşir? Yox. Elə qalıq hissəmiz 4-dür. Deyir 4-ün, yəni D-nin 2-yə bölünməsindən alınan qalıq 1-dir deyirəm, yox. Deyir o zaman F bərabərdir F-i, deməli 4-ü böl 6-ya, buradan da alıram 0. Deməli, 0 və F-in artıqan qiyməti oldu 0. 0 0-dan böyükdür, yox. Burada mənə deyir ki, S-in qiymətini çap elə. Deməli, burada S-ə heç bir qiymət mənimsətmədik biz. Çünki hər dəfə yox qoluna gəldiyimizə görə S-in qiymətini biz cəmləmədik. Çünki hər dəfə D-nin qiyməti D bir dəfə 0 aldı, bir dəfə də 4 qiymət aldı və heç bir 2-yə bölünəndə qalığı 1-ə bərabər olmadığı üçün biz S-ə qiymət mənimsətmədik. Bu zaman S-in qiyməti 0 olaraq qaldı. Deməli, 70-ci sualımıza baxaq. Alqoritm blok sxeminə əsasən x-in qiyməti 12, y-in qiyməti 8 olarsa, z dəyişəninin qiymətini müəyyən edək. Deməli, x bərabərdir 12, y də bərabərdir 8. 12 böyükdür y-dən deyirəm, yox. Deyirəm, hə, üzr istəyirəm, hə qoluna gəlirik. Deməli, çünki y-in qiyməti 8-dir, x-in qiyməti 12-dir. 12 y-dən böyükdür deyirəm, hə. Deyir, z bərabərdir o zaman. Y2, yəni 8-i vururam 3-ə, bölürəm x-in qiymətini. 8 də 3-ün 24, deməli, bölürəm neçəyə? X-in qiymətini 12. 24-ü bölürəm 12-yə, buradan da alıram 2. Deməli, z-in qiyməti 2-yə bərabərdir. Deməli, riyaziyyat sözü neçə dəfə çıxışa veriləcək? Burada baxaq elə. Deməli, A bərabərdir 28, B bərabərdir 6-ya. A kiçikdir B-dən. Deməli, A-nın qiyməti 28, B-nin qiyməti 6. Burada yox deyirəm. Yox deyəndə riyaziyyat sözünü çap edir. Və B bərabərdir. B bərabərdir. B-nin üzərinə, yəni 6-nın üzərinə 5 gəlirəm. Buradan alıram 11. Hər dəfə də A-dan 2 vahid çıxıram. 26. 26 deməli, kiçikdir 11-dən deyirəm, yox. Gəlib bir də riyaziyyat sözünü çap edir. B bərabərdir 11 plus 5. Buradan alıram 16. A da bərabərdir 24-ə. 24 kiçikdir B-dən deyirəm, yox. Bir də riyaziyyat sözünü çap edir. B-nin üzərinə gəlirəm 5. Burada alıram 21. Buradan da çıxıram 2. Buradan da alıram 22. 22 kiçikdir 21-dən deyirəm, yox. Və bir dəfə də riyaziyyat sözünü çap edir. Deməli, B bərabərdir. 21-in üzərinə gəlirəm 5, 26. A da bərabərdir 20. 26-dan kiçikdir deyirəm, hə. Və sonda gəlib, burada da bir dəfə riyaziyyat sözünü çap edir. Deməli, 5 dəfə riyaziyyat sözünü çap etmiş olur. Gerçə dövrdə daxil edilərsə, alqoritmi fraqmenti yerinə yetirərsə, alınan qiyməti müəyyən edək. Son qiymət soruşulur, ilkin qiyməti verir. N bərabərdir 4-ə. Deməli, 4 S-dən, yəni 1-dən böyükdür deyirəm, hə. O zaman S bərabərdir. S-i vururuq N-ə. 4. N də bərabərdir. Deməli, S-i vurdum N-ə. N-in qiyməti 4 idi. 4. N də bərabərdir. 3-ü vururam N-ə. N-in qiyməti nə idi? 4. Buradan alıram 12. Deməli, 12 deməli, 12 böyükdür S-dən. N-in qiyməti, N-in deməli son qiyməti 12-dir. 12 4-dən böyükdür deyirəm, hə. Bir S bərabərdir. S-in qiyməti, yəni 4-ü vururam 12-yə. 4-ü vururam
12'ye. Deməli, buradan alıram. Deməli, 48. N də bərabər. N'in qiyməti, deməli, N'in qiyməti 12'dir. N'in qiyməti 12'dir. Deməli, 12'ni vururam 3'ə. Buradan da alıram 36. Deməli, S-in qiyməti 48, N'in qiyməti isə 36'dır. İndi yenidən şərtə gedirəm. N, yəni 36 böyük bərabərdir 48-dən deyirəm yox. Deyir onda S-dən, yəni 48-dən 36-nı çıx. Deməli, 48K bərabərdir 48 çıxılsın 36. Buradan da alıram 12. Deməli, 72-ci sualımızdakı, deməli, 72-də cavabımız 12. Digər məsələnin həllini bu tərəfə yazmışdır. Deməli, A dəyişən üçün 13 ədədi daxil edilib. A bərabərdir 13, S bərabərdir 0, I bərabərdir 1-ə. Sonda bizdən I-nin qiymətini soruşur. A böyükdür, yəni 13 böyükdür 1-dən deyirəm hə. O zaman A bərabər, A-dan deməli 2 vahid çıxıram. Buradan alıram 11, S də bərabərdir 2. Deməli, S bərabərdir 2. A böyükdür, 11 böyükdür 1-dən deyirəm hə. 11-dən çıxıram 2-ni, alıram buradan 9. Deməli, S də, S-in qiyməti nə idi? Deməli, S-in ilkin qiyməti 0-a bərabər idi. Bunu silək. Deməli, S bərabərdir 1 almışdı. 1-in üzərinə 1 gəldim, aldım 2. A bərabər 9. 9 böyükdür 1-dən deyirəm hə. A bərabərdir 7-yə. Hər dəfə 2 vahid çıxıram. A bərabər. Buradan da S bərabərdir. Deməli, 3-ə. 7 böyükdür 1-dən deyirəm hə. Buradan 2 vahid çıxıram. Alıram 5. S-in üzərinə 1 gəldim, alıram 4. 5 1-dən böyükdür. Deyirəm hə, A bərabərdir. 5-dən çıxıram 2, alıram 3. S də bərabərdir, bu da 5 olur. Deməli, yenidən dövrə qayıdıram. A 3 böyükdür 1-dən. Deməli, A-dan 2 vahid çıxıram, alıram 1. Deməli, S-də alıram 6. A-nın qiyməti 1-dir. 1 böyükdür 1-dən deyirəm yox. 1 1-ə bərabərdir. Deyirəm hə. Deyir o zaman I bərabərdir. I-nin qiyməti nədir? Burada 1. Deməli, I bərabərdir. 1 üzərinə gəlinsin. Deməli, S-in qiyməti nədir? 12. Yəni, S-in qiyməti 6-dır. 6-nı vururam 2-yə, alıram 12. Buradan da alıram 13. Məndə sonda nə istəyirdi? I-nin qiyməti. Bu da bərabərdir 13-ə. Deməli, 74-cü sualımıza baxaq. Deməli, deməli 74-cü sualımıza baxaq. X2, X1. X, deməli, X bərabərdir. X bərabərdir. Y-in qiyməti. Deməli, Y1, Y2. Y2 çıxılsın. Deməli, X, deməli, burada X2, burada X2-dir. X2-dir. Deməli, X2-dir. Deməli, X2 buradan bərabərdir 7-yə. X2-nin qiyməti, Y2 çıxsın, X2 bərabərdir 7-yə. X bərabərdir, Y2 burada, deməli, Y1, Y2. Yəni, X2 üzərinə gəlinsin, Y1. Deməli, X2-nin qiyməti nədir burada? Deməli, buradan ştrikləyək. X bərabərdir, X plus 10, Y bərabərdir, X bölünsün 2.
Y bərabərdir x plus y, x də bərabərdir y çıxılsın x. Deməli, x2, x1, y1, deməli, x2, y2, buradan x2, y1, y2 çıxılsın x2 bərabərdir, deməli, 7-yə. Buradan y2-nin qiymətini tapaq. Deməli, x2. X2-nin qiymətini yerinə qoyuram. x1 plus 10 plus y1. Deməli, daha da y1-in qiyməti x2 bölünsün 2-yə. Buradan da çıxıram x2-nin qiymətini. x2-nin qiyməti x çıxılsın 10. Buradan da alıram 7. Bunlar gedir. Qalır x plus 10 bölünsün 2 bərabərdir 7. X plus 10 bərabərdir 14. X də bərabərdir 4-ə. Deməli, 75-ci sualımıza baxaq. Deməli, D dəyişəninin qiymətini istəyir bizdən. A bərabərdir 15, B bərabərdir 22. A B-dən böyükdür. A-nın qiyməti 15-dir. 15 22-dən böyükdür deyirəm həm. Daha doğrusu 15 22-dən böyükdür deyirəm yox. Deməli, A bərabərdir A, 15 plus 4, buradan alıram 19. B də bərabərdir 24-də. Deməli, A-nın qiyməti 19, 19 24-dən böyükdür deyirəm yox. A bərabərdir A-nın deməli 19 qiyməti plus 4, buradan alıram 23, B də bərabərdir 24 plus 2, buradan da alıram 26. 23 26-dan böyükdür deyirəm yox. Deməli, A bərabərdir 23 plus 4, 27. B də bərabərdir 26 plus 2, 28. Yenidən dövrə qayıdıram və A bərabərdir 26 böyük 27-dən, daha doğrusu 27. A-nın son qiyməti 27, B-nin son qiyməti 28. 27 28-dən böyükdür deyirəm hə. A bərabərdir 27-nin üzərinə 4 gəlirəm, alıram 31. B də bərabərdir B-nin üzərinə 2 gəlirəm və alıram 30. Deməli 30 deməli B-nin qiyməti 31, A-nın qiyməti 31-dir. 31 30-dan böyükdür deyirəm hə. Və sonda deyir D bərabərdir. A-dan B-ni çıxıram. 31-dən çıxıram, 30-un alıram. Deməli 1. D-nin də son qiyməti olur 1. Deməli 75-ci 51-dən 75-ci suala qədər izah olundu. Növbəti dərsimizdə inşallah deməli 75-dən sona qədər testlər bir-bir izah olunacaq. Ümid edirəm ki, hər biriniz üçün faydalı oldu. Sağ olun.